Həm bina evi, həm həyət evi. İkisi bir yerdə. İstəyənlər yaxın əyləşin. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Binəqədi rayonunda 9-cu mikrorayon ərazisində Mirzəlal küçəsində 9 mərtəbəli Leningrad layihəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 120 kvadrat olan qanuni 5 otaqlı, təmirli, sənədi qupçu olan bir mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Mənzilin sənədi qupçu olmaqla bərabər ən üstün səbəblərindən biri də odur ki, mənzilin zirzəmi hissəsi də bu mənzilə aiddir. Həmən hissədə 120 kvadrat 5 otaqlıdır. Tam qurudur, ambar kimi də istifadə etmək olar və yaxud da təmir edib kirayə vermək mümkündür. Mənzilin qarşısında bir sot qapalı özünə aid torpağı var, avtomobil dayanacağı var, yəni bir avtomobillik garajı mövcuddur, yay mətbəxi mövcuddur. Oturub yayda əyləşməniz üçün hər cürə şərait var. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Binəqədi rayonunda 9-cu mikrorayon ərazisində, Mirzəlal küçəsində, Nəsimi metrosuna, Zərifə Əliyeva parkına 10 dəqiqəlik piyada məsafədə 9 mərtəbəli Leningrad layihəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 120 kvadrat olan qanuni 5 otaqlı mənzildir, sənədi qupçadır, yer çəkəndir, orta blokdur. Əlavə olaraq 5 otaq həcmində, yəni 120 kvadratlıq 5 otaqlı ambarı mövcuddur. Yəni binanın zirzəmi hissəsi də mənzilə aiddir. İstəyən ambar kimi istifadə edə bilər, istəyən də təmir edib kirayə verə bilər. Əlavə olaraq bir sot qapalı özünə aid torpaq var ki, orada da daş qarajı mövcuddur, yay mətbəxi mövcuddur, bir avtomobillik yeri var, yəni oturub yayda da əyləşə bilərsiniz. Bundan əlavə də bu mənzilin qiyməti 240 min manatdır. Real alıcı olduğu təqdirdə ev sahibi bildirib ki, endirim etmək də mümkündür. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.